Salam əziz şagirdlərim, bu gün sizə say bölməsinin izahını verəcəyim. Gəlin başlayaq. Say, əşyanın miqdar və sırasını bildirən əsas nitq hissəsidir. Nə oldu? Say, əşyanın miqdar və sırasını bildirən əsas nitq hissəsidir. Və neçə, nə qədər, neçənci suallarına cavab verir. Gəlin sayın xüsusiyyətlərinə baxaq. Əşyaya aid olur və ondan əvvəl işlənir. 2 kitab, 5 qələm və s. Aid olduğu isimlə bərabər işləndikdə qrammatik şəkilçi qəbul etmir. Məsələn, 5 maşın və 3 çiçək. Aid olduğu ismini itirəndə isə isimləşmiş olacaq. Yəni, ismin xüsusiyyətlərini daşıyacaq. 10-cular qalib gəldilər. Burada 10-cular nitq hissəsi baxımından saydı, amma isimləşib. Düzəltmə saylar əsasən saylardan düzəlir. Amma əvvəl, axır, son, filan sözlərinə ıncı şəkilçisini artırmaqla sıra sayları düzəltmək olar. Baxın, əziz şagirdlər, burada əvvəl zərfdir, axır isimdir, son isimdir, filan isə əvəzlidir. Bunları da özünüz üçün qeyd edin. Yaxşı, yəni deyirik ki, düzəltmə saylar əsasən saylardan düzəlir, amma əvvəl, axır, son filan sözlərinə ıncı şəkilçisi artırmaqla sıra saylarda düzəltmək olur. Yəni, əvvəl zərfindən, axır ismindən, son ismindən və filan əvəzliyindən də say düzəltmək olur. Yaxşımı? Cümlədə təyin olur. 2 şagird dərsə gəlməmişdi. İkinci testdə səhv var idi. Say düzəldən bütün leksik şəkilçilər milli mənşəlidir. Bax, say düzəldən bütün leksik şəkilçilər nədir? Milli mənşəlidir. Sayın özünə məxsus xüsusi şəkilçisi yoxdur. Bax, bunu da qeyd edin özünüz üçün. Sayın özünə məxsus xüsusi şəkilçisi yoxdur. 0, 80, milyon, milyard, trilyon saylarından başqa bütün saylar nədir? Milli mənşəlidir. Sayla sifət arasında oxşar cəhətlər var, gəlin onlara nəzər salaq. Bax, hər ikisi isimlə bağlı olur. Maraqlı əsər, 5 dəftər. Hər ikisi isimdən əvvəl gəlir. İgid əsgər, 10 kitab. Hər ikisi isimləşə bilir. İgidlər, birincilər. Hər ikisi adətən cümlədə təyin olur. İgid əsgər möhkəm dayan, burada igid sifətdir. İkinci binada təmir gedir, burada ikinci saydır. Hər ikisi ədadla işlənə bilir və hər ikisi hansı sualına cavab verir. Təmirli bina hansı bina, 5-ci bina hansı bina. İsim, sifət və sayla işlənərsə, adətən say sifətdən əvvəl gəlir. Bax, nə oldu? İsim, sifət və sayla işlənərsə, adətən say sifətdən əvvəl gəlir. Bax, 5 nədir? Say. Maraqlı nədir? Sifət. Əsər nədir? İsim. Bu da belə. Gələk indi sayın quruluş növlərinə. Say da quruluşsa 3 yerə bölünəcək. Sadə, düzəltmə və mürəkkəb. Sadə saylara 2, 5, 10, 7, az, çox, xeyli, milyon və s. bunları aid edə bilərik və bilirik ki, sadə saylar bir kökdən ibarət olur. Düzəltmə saylar isə isim və sifətdən fərqli olaraq düzəltmə saylar başqa nitq hissələrindən yox, əsasən sayların özündən düzəlir. Məsələn, 5, inci, 10, larca, min, lərlə və s. formasında. İstisna olaraq da deyək ki, əvvəl inci, axır incı, son uncu, filan incı sayları da saydan düzəlməyib. Bayaq bunu qeyd elədik, yenə də qeyd eləyək. Yadımızda saxlayırıq, yaxşımı bu sayları? Düzəltmə saylar sadə saylara incı, larla, larca, lu və acıq şəkilçisini artırmaqla düzəlir. Birinci, yüzlərlə, minlərcə, çoxlu, azacıq və s. Mürəkkəb saylar. Mürəkkəb saylar da əsasən saylardan yaranır. 5, 10, az, çox, 40, 50, 2, 3, 3, 4, 12, 125 və s. Defisdə yazılan mürəkkəb saylar əsl mürəkkəb saylardır. Ayrı yazılan mürəkkəb saylar isə tərkibi mürəkkəb saylardır. Yadımızda qaldı? Bax, defisdə yazılanlar bunlar əsl mürəkkəb saylar oldu. Amma ayrı yazılanlar isə tərkibi mürəkkəb saylar olmuş oldu. Az, çox, 3, 4, bunlar nədir? Gördük, defisdən yazıb, əsildir. Əsl mürəkkəb saylardır. Amma 15, 5də 1, 156 isə gördük, ayrı yazıb. Ayrı yazıbsa nədir? Tərkibi mürəkkəb say olmuş olacaq. Eyni müəyyən miqdar sayının təkrarı say əmələ gətirmir. Eyni müəyyən miqdar sayının təkrarı say əmələ gətirmir. Belə sözlər zərf hesab olunur. Məsələn, 1, 1, 2, 2 və s. İstisna hallarda burada az, çox-çoxu say kimi işlənə bilər. Məsələn, az adamlar bunu bilir. Çox-çox salamı var formasında. Bunu da qeyd edərsiniz özünüz üçün. Sayın mənaca növlərinə gələk. Bir də buna gəlməmişdən əvvəl yadımızda saxlayaq ki, mürəkkəb saylarda testdə qabağımıza çıxa bilər. Saysız, hesabsız, külli miqdarda sözləri. Bunlar da mürəkkəb say kimi götürülür, qeyd edərsiniz. Sayın mənaca növləri. Baxın, bəzən sayın mənaca növlərini şagirdlər səhvən 3 kimi götürürlər. Xeyr, bax, bu yanlışdır. Miqdar sayları və sıra sayları olaraq sayın 2 dənə mənaca növü var. Və miqdar sayları, bu 3 yerə bölünür. Miqdar sayları əşyanın miqdarını bildirir və 3 növ var. Müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları və kəsir sayları. Baxaq indi müəyyən miqdar saylarına. Baxın, müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirən saylara deyilir. 5, 15, 22 və s. Neçə, nə qədər suallarından birinə cavab verir. 5, neçə, nə qədər və s. Müəyyən miqdar sayları quruluşda sadə və mürəkkəb olur. 1, 10, 12, 45 və s. Müəyyən miqdar sayından sonra gələn söz adətən cəm şəkilçisi qəbul etmir. 4 uşaq, 10 kitab və s. Zaman məzmunlu bəzi isimlər 100, 1000 kimi
Bax 100 min yadımızda saxlayaq bu sayları. Bunlar müəyyən miqdar sayından sonra cəmdə işlənə bilər. Yəni bu saylardan sonra gələn isim bəzən cəmdə işlənə də bilir. Məsələn 1000 illər. Bu məqamda qrammatik normanı pozmur. Bunu da yadımızda saxlayaq. Müəyyən miqdar sayı. Sayı ilə bax isimlər arasında nə? Müəyyən miqdar sayı və isimlər arasında nəfər, baş, dənə, ədəd, cüt, dəst, kiloqram, metr, litr, tikə və s. kimi numerativ sözlər artırmaq olar. Məsələn 3 ədəd qələm, 10 metr parça və s. Numerativ sözün mənasını soruşa bilərsiniz də. Numerativ sözü ədədə aid olan deməkdir. Yaxşımı? Davam edək bax. Nəfər insan, baş heyvan, ədəd dənə cansız əşya, cüt dəst qoşalıq bildirən isimlərlə işlənir. Məsələn 5 nəfər şagird, 2 baş qoyun, 2 dənə kitab, 1 cüt corab və s. Yadımızda saxlayaq ki, baş bəzən soğan və sarımsaq sözləri ilə də işlənə bilər. Məsələn 1 baş soğan, 1 baş sarımsaq və s. Numerativ sözlər 2 qrupa bölünəcək. Kəmiyyət fərqi əmələ gətirənlər və kəmiyyət fərqi əmələ gətirməyənlər. Bax, biz bunu bilirik ki, kəmiyyət nə deməkdir? Kəmiyyət say deməkdir. Yəni say fərqi əmələ gətirənlər, bir də say fərqi əmələ gətirməyənlər. Məsələn, biri var, deyək ki, bir dənə gül. Bir də var ki, bir dəstə gül. Bir dəstə gül deyəndə artıq burada daha çoxdur da. Yəni kəmiyyət fərqi yaratmış olacaq. Yaxşı. Kəmiyyət fərqi əmələ gətirən numerativ sözlər işləndiyi nümunədə çoxluq, bax nə deyir? Çoxluq anlayışı gətirir. Müqayisə eləyək. 2 ayaqqabı, 2 cüt ayaqqabı, 1 gül, 1 dəstə gül, 1 kitab, 1 qucaq kitab. Nəfər sayla isim arasında işlənmədikdə numerativ söz yox, sadəcə isim olur. Məsələn 2 nəfər polis həyətdə səni gözləyir. Bax, burada 2 saydır. Polis sözündə görürük isimdir. Deməli burada nəfər sözü nədir? Numerativ sözdür. Amma 2 nəfər həyətdə səni gözləyir deyəndə. 2 nəfər bax, 2 nəfər səni həyətdə gözləyir. Burada artıq bu isim olmuş olacaq 2 nəfər sözü, yaxşımı? Sonra nəfər, dənə, ədəd, cüt, dəst, metr, litr və s. kimi sözlər əsas vəzifəsi nədir? Numerativlik bildirir. Yəni bu nəfərdir, dənədir, ədəddir, cütdür, dəstdir, metrdir, litr kimi sözlər. Bunların əsas vəzifəsi nədir? Numerativliyi bildirməkdir. Yəni numerativ sözlərdir bunlar. Amma bəzən ola bilər ki, biz neçə ismi görə bilərik. Bunlar da numerativ söz kimi işlənə bilər. Və bu sözlər sırasında parça, tikə, qaşıq, göz, baş, top, vedrə, vaqon, stəkan və s. kimi sözlər, bunlar isimdir. Amma yerinə görə numerativ söz kimi də işlənə bilər. İndi baxaq qeyri-müəyyən miqdar saylarına. Əşyanın miqdarını qeyri-müəyyən şəkildə bildirir, nə qədər sualına cavab verir. Az, çox, xeyli, bir qədər, bir çox, bir az çox və s. Və qeyri-müəyyən miqdar sayları quruluşda sadə, düzəltmə və mürəkkəb olur. Az, azacıq, az, çox və s. Qeyri-müəyyən miqdar sayları numerativ sözlə işlənmir. Nə dedik? Dedik ki, qeyri-müəyyən miqdar sayları numerativ sözlə işlənmir. Lakin təqribi saylar və bir neçə sayı işlənə bilir. Bax, yadımızda saxlayırıq. Bir neçə sayı, bir də təqribi saylar nədir? Numerativ sözlə işlənə bilir. Məsələn, 5-6 nəfər adam, bir neçə nəfər adam və s. Bir çox və bir sıra saylarının izah etdiyi sözlər ancaq cəmdə olur. Bax, nə deyir? Bir sıra və bir çox saylarının izah etdiyi sözlər ancaq cəmdə olur. Bax, yəni burada ancaq isimlər olmalıdır. Ancaq isimlər yəni cəmdə olur. Bax, bir sıra məsələlər, bir çox əhvalatlar və s. Bizə məsələn verə bilər ki, burada bir çox cavan uşaqlar. Bir çox cavan uşaqlar. Bax, bir çox sözündən sonra nə gəlir? Cavan sifəti gəlir. Bu cavan cəmlənəcək, təbii ki, xeyr. Bax, uşaqlar cəmlənəcək. Buna diqqət eləyək. Yəni bir çox, bir sıra saylarından sonra gələn isim, yəni onun izah elədiyi isim ancaq cəmdə olur. Məncə bunu da başa düşdük. Çox, çoxlu, onlarla, yüzlərlə kimi sayların izah etdiyi sözlər həm təkdə, həm də cəmdə ola bilər. Bax, bunları da yadımızda saxlayaq. Hansılar oldu? Çox, çoxlu, onlarla, yüzlərlə kimi saylarının izah etdiyi sözlər həm təkdə, həm də cəmdə ola bilər. Məsələn, çox adam, çox adamlar, yüzlərlə fikirlər və s. Qalan bütün saylardan sonra gələn sözlər ancaq təkdə olur. Az-çox sözləri ən lap daha ədatları ilə işlənə bilir. Ən az, lap çox, daha az və s. Bir qism saylar var ki, onlar müxtəlif sayların birlikdə işlənməsindən əmələ gəlir. Belə saylara təqribi miqdar sayları deyəcəyik və bu saylar sayın ayrıca bir məna növünə daxil deyil, elə qeyri-müəyyən miqdar saylarının daxilindədir. 5, 6, 7, 8, 10, 12 və s. Baxın, təqribi sayların əvvəlkisi ən azı, sonrakısı isə ən çoxu bildirmiş olacaq. Məsələn, bu saylar, həm də bax, yadımızda saxlayaq, nə qədər, həm də neçə sualına cavab vermiş olacaq. Nə qədər və neçə sualına cavab verir. İndi keçək kəsir saylarına. Kəsir sayların miqdar sayının bir növü olan kəsir sayları tamın hissəsini və ya tam və hissəni bildirir. 1,5, 3,2 və s. Sualı isə olacaq nə qədər?
neçə hissə və s. Nə qədər və neçə hissə suallarından birinə cavab verəcək. Bax, nə olur kəsr saylarının sualları nə qədər və neçə hissə. Kəsr sayları quruluşsa, bax, düzəltmə mürəkkəb sadədən hansı oldu? Bax, ancaq nə olur? Mürəkkəb olur. Onda 5. Kəsr sayları müəyyən miqdar sayları var. Bax, da nə deyir? Yerlik hal. Bax, bu şəkilçi məzmunu çıxışlı hal məzmunu bildirsə də, da yerli hal şəkilçisindən istifadə olunur. Bu kəsr saylarında olan bu yerli halın şəkilçisi da çıxışlı halın məzmununu bildirir. Məsələn, 5-də 3 deyəndə, yəni 5-dən 3 formasında başa düşə bilərik. Kəsr sayı yerinə bax, 2-də 1 yarım mənasında, 4-də 1 çərək və yaxud da ki, 100-də 1 yazın faiz. 10-da 1-ə bax mişar deyilir. Bunları da qeyd edin özünüzsünüz. Deməli 2-də 1 yarım, 4-də 1 çərək, 100-də 1 faiz, 10-da 1 isə mişar sözləri ilə ifadə oluna bilər. Kəsr sayları rəqəmlərlə yazılanda vergüldən istifadə olunur bax. Kəsr sayları rəqəmlərlə yazılanda vergüldən istifadə olunur. Məsələn 3,5, 7,2 və s. Kəsr sayları numerativ sözlərlə işlənə bilmir. Bunu da yadımızda saxlayırıq. Sıra saylarına gələk. Sıra sayları əşyanın sırasını bildirir. Neçənci, bəzən də hansı sualına cavab verir. Sıra sayları miqdar sayına ıncı şəkilçisi artırmaqla düzəlir. Sıra sayları quruluşla bax sadə olmur. Ya düzəltmə olur, ya da ki, mürəkkəb olmuş olacaq. Sıra saylarından sonra gələn isimlər həm təkdə, həm də cəmdə ola bilər. Məsələn, 90-cı ildə deyə bilərik, 90-cı illərdə. Sıra sayları miqdar saylarından fərqli olaraq sifətlərə daha yaxındır. Belə ki, bəzən hansı sualına da cavab verir. Məsələn, 10-cu sinif, hansı sinif, 5-ci mərtəbə, hansı mərtəbə. Əvvəl, axır, son filan sözləri də ıncı şəkilçisi ilə işləndikdə sıra sayı məzmunu bildirmiş olur. Əvvəlinci, axırıncı, filanıncı, sonuncu və s. Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir. Yəni isimləşir. 5-cilər bu gün gəzintiyə gedəcək və s. Yadımızda saxlayaq bunlarda. Bir də bunu yadımızda saxlayaq ki, burada bax, əvvəl, axır, son filan sözlərində konkretlik digərlərinə nisbətən daha az olmuş olacaq. Bir də burada bax dediyimiz bir qaydanı ümumiləşdirək. Məsələn, demişdik ki, 90-cı illər, 90-cı illər, bir də 1000 illər. Baxın, 90-cı illər dedik ki, sıra sayıdır. 1000 illərdə bu nədir? Müəyyən miqdar sayıdır. Bax, bu sıra sayıdır, bu da müəyyən miqdar sayıdır. Bunların hər ikisinin ortaq cəhəti odur ki, qeyri-müəyyən miqdar sayı məzmunu bildirir. Bunu da qeyd edirsiniz. Bax, bu 2 dənə 90-cı illər və 1000 illər yazırsınız. Bu ox işarəsi kimi, bax, bunu da belə yazırsınız ki, qabağından. Bax, qabağından bu hissədən ox qoyub qayda dəftərinizə yazırsınız ki, qeyri-müəyyən miqdar sayı məzmunu bildirir. Davam edək. Sıra sayları bax 3 cür olur. Sözlə, ərəb rəqəmləri ilə, bir də Roma rəqəmləri ilə. Bax, sözlə məsələn 5-ci ərəb rəqəmləri və ıncı şəkilçisinin ixtisar forması olan c şəkilçisi ilə. Bax. Bunları yadımızda saxlayaq, işarələyim. Hansı oldu bax? Sözlə ərəb rəqəmləri və ıncı şəkilçisinin ixtisar forması olan c şəkilçisi ilə, məsələn 6-cı, 64-cü, bir də Roma rəqəmləri ilə. Roma rəqəmlərindən sonra defis və şəkilçidən istifadə olunmur. Bax, yadımızda saxlayaq. 10, 15, C nəyi bildirir? 100-cü deməkdir. D nəyi bildirir? 500-cünü bildirir. M nəyi bildirir? 1000-cini. L nəyi bildirir? 50-cini. Bax, CD nəyi bildirir? 400-cünü. Yadımızda saxlayaq və qeyd eləyək ki, baxın, dedi ki, CD 400-cü, DC 600-cü. Qayda dəftərinə yazın ki, böyük birinci gələndə toplayırsan. Bax, məsələn, D nədir? 500-cü. C nədir? 100-cü. Böyük birinci gəlib deyə nədir? Topladıq oldu 600-cü. Amma kiçik birinci gələndə çıxırsan. Məsələn, bax, burada C nədir? 100. D nə 100-cünü bildirir. Yəni D nəyi bildirir? 500-cünü. Kiçik birinci gələndə də çıxırsan. Yaxşımı? Bunu da qeyd edin özünüz üçün. C-mı 900-cü, M-cı nəyi bildirir? 1100-cünü və sair formada bildirir. Yadımızda saxladıq bunda. Böyük birinci gələndə toplayırsan, kiçik gələndə çıxırsan. Sonra 4 nöqtə və yarım mötərizə ilə bilinəndə də bu da sıra sayını bildirir. Bax, burada 1 nöqtə, 1 mötərizə qoyub, bu birinci deməkdir. Yaxşımı? Və bu yarım mötərizədən sonra bir dənə də nöqtə qoymaq olmaz. Bu yanlış yazılışdır. Sıra sayları bəzən qeyri-müəyyənlik də bildirə bilər. Məsələn, 50-ci illər dedikdə, yəni 50-59-cu illər arasında bunlar nəzərdə tutulmuş olacaq. İndi baxın, sizə məsələn qeyd olunub bir dənə test. Desə ki, bunlardan hansı fərqlidir? Məsələn, bir variantda bir nöqtə yazıb, bir variantda belə yazıb, bir variantda belə yazıb, bir variantda belə yazıb, bir variantda da, məsələn, bunlar da variantlayaq A, B, C, D, E. Bax, sizə versə ki, bunlardan hansı fərqlidir? Bunu da bax, cavabını demirəm. Kommentlərdə qeyd edərsiniz, görək, bax, bu yazdıqlarımın hansı fərqlidir? Yaxşımı? Mən sizə cavab verəcəm orada. İndi davam edək. Bu hissəni silim. Gələk sayın ismin xüsusiyyətlərini daşıması, yəni isimləşməsinə.
Say aid olduğu ismini itirdikdə isimləşir və bu zaman saya aid xüsusiyyətlərini itirir, ismə aid xüsusiyyətlərini daşıyır. İsim kimi hallanır, məsələn, birincilərə və s. Mənsubiyyətə görə dəyişir. Bizim 11-cilərimiz və s. Kim və ya nə suallarına birinə cavab verir. Üçüncülər gəldi, kim gəldim, 5 3-dən çoxdur, nə? Cəmlənə bilir, ikincilər, beşincilər, 10-cular. Cümlənin mübtədası ola bilir, xəbəri tamamlığı olur. 10-cular oyundan qayıtdı, kim? Oyuncular burada nədir? Mübtədadır. Bunu bacaran 10-culardır, burada xəbərdir. 10-cuları qarşıladılar, burada isə nədir? Tamamlıq olmuş olacaq. Say xəbər vəzifəsində çıxış edərkən ismin xüsusiyyətlərini daşıya da bilər, bax daşımaya da bilər. Bu nə ilə ortaqdır? Yadımıza saldıq. Sifətlə ortaqdır. Yaxşımı? Sifətdə də demişdik ki, ismin xüsusiyyətlərini xəbər vəzifəsində çıxış edərkən ismin xüsusiyyətini daşıya da bilər, daşımaya da bilər. Say da həmçinin. Və bunları fərqləndirmək üçün xəbər vəzifəsində işlənən saya sual vermək lazımdır. Əgər say öz sualını saxlayırsa, isimləşməyib, ismin sualına cavab verirsə, isimləşmiş sayılacaq. Yaxşı. İndi gəlirik sayla bağlı qeydlərimizə. Sayın özünə məxsus qrammatik şəkilçisi yoxdur. Saylar milli mənşəlidir. Və burada istisna alınmaz saylarımızı da qeyd edək. Bax, burada 0, 80, milyon, milyard, trilyon sayları istisna olaraq alınmadı. Bunları yadımızda saxlayaq. Anonim saylar. 1. Burada səhv gedib ədəd olmalı. 1. Həm say kimi, həm ədad kimi işlənə bilir. Az. Həm say kimi, həm feil kimi işlənə bilir. Və əgər burada say və zərf kimi versəydi, burada artıq anonim yox, ortaq söz sayılırdı. Amma say və feil kimi anonim sayılır. Amma say və zərf kimi ortaq söz sayılacaq. 40. Say və feil kimi, 50 say və sifət kimi, 1000 say və feil kimi, 80 say və feil kimi, çox say və ədad kimi işlənib anonim ola bilər. Az, çox, xeyli sözləri say və zərf kimi işləndikdə anonim hesab olunmur. Məsələn, 6, 70 də anonim deyil, yadımızda saxlayaq. Saylar eyni zamanda həm mənsubiyyət, həm də digər qrammatik şəkilçilər qəbul edə bilər. Bu zaman rəqəmlə bax, ifadə olunan saydan sonra mənsubiyyət şəkilçisi neynəmir? Yazılmır. Bax, məsələn, ayın 13-də. Burada neynirik? Mənsubiyyət şəkilçisini yazmırıq. Məsələn, ayın 3-də formasında yazılsa bu səhvdir. Bəzi saylar söz yaradıcılığında məhsuldardır. Yəni, onlardan digər nitq hissələrdə düzəltmək olur. Məsələn, bir sayından bircə zərfini düzəltmək, bir sayından birli ismini düzəltmək, bir sayından birdən zərfini düzəltmək, sonra birləşmək feili, birikmək, birincilik, bir günlük, birdən, ikidən, bir çox, bir qədər və s. bunları düzəltmək olar. İki sayından ikilik, ikinci, ikiləşmək, ikilikdə və s. Yəni, ikilik ismini, yerinə görə isim və sifət ola bilər, ikinci sayını, ikiləşmək feilini, ikilikdə zərfini düzəltmək olar. Az sayından da həmçinin azlıq ismini, azalmaq feilini, azacıq yerinə görə say və zərf kimi də işlənə bilər. Az çox yerinə görə say və zərf kimi də işlənə bilər. Biraz yerinə görə say və zərf kimi də işlənə bilər. Çox sayından çoxluq ismini, çoxlu yerinə görə say və zərf kimi işlənə bilər. Çoxalmaq feilini, çoxdan zərfini, çoxdankı sifətini düzəltmək olar. İndi gəldik növbəti qeydimizə. Az, çox, xeyli, azacıq, az çox, bir qədər, bir az, bir xeyli sözləri isimlə işləndikdə say, feillə işləndikdə isə zərf kimi götürülmüş olacaq. Məsələn, az, çox, xeyli, bax nə yazıb? Kitab. İsimlə işlənəndə oldu say. Oxumaq nədir? Feil. Feillə işlənəndə olmuş olacaq zərf. Daha sonra bəzi qeydlərimizə də baxaq. Bax, birdən sözünü birdən. Yerinə görə burada dən şəkilçisini yerinə görə leksik şəkilçi də götürə bilərik, yerinə görə qrammatik şəkilçi də götürə bilərik. Əgər burada leksik şəkilçi olmuş olsa, olacaq zərf, qrammatik şəkilçi olmuş olsa, olacaq sadə say. Sonra testlərdə qabağımıza bir belə meyvə, bir elə kitab və s. ifadələr də çıxa bilər. Bunları da say kimi götürəcəyik. Bir belə, bir eləni say kimi götürəcəyik. Daha sonra bir sifətdən sonra işlənəndə, bax, ədad olur. Bunları özünüz üçün qeyd edirsiniz. Nə vaxt ədad olur? Bir, bax, sifətdən sonra işlənəndə, məsələn, böyük bir həyat. Burada ədad kimi olacaq. Zərfdən sonra işlənəndə, axşam bir bizə gəl. Burada ədad kimi işlənir. Feildən əvvəl işlənəndə, sən bir dayan. Burada ədad kimi işlənəcək. Bunları da özünüz üçün qeyd edin. Yəni, bir sifətdən sonra, zərfdən sonra, feildən əvvəl işlənəndə ədad kimi işlənəcək. Bir də ola bilər ki, bəzən yerinə görə də sən onu həm ədad kimi götürə bilərsən, həm də say kimi götürə bilərsən. Məsələn, mənə bir kitab ver. Burada biri həm ədad kimi mənə bir kitab ver, həm də say kimi mənə məsələn bir kitab ver, mənə bir kitab ver formasında. Həm ədad, həm də say kimi götürə bilərik. Bunu da yadımızda saxlayaq. Bir də qeyd olaraq yadımızda saxlayaq ki, say zərflik olmur. Zərflik olmur. Amma istisna məqamlardan zərflik ola bilər. Məsələn, 2-də gələrsən. Gələrsən xəbər nə zaman, nə vaxt 2-də burada zərflik olmuş olacaq. Yaxşımı?
Say mövzusu bu qədər. Nə qaranlıq qaldısa, şərh bölməsində qeyd edə bilərsiniz və hansı mövzunun izahını istəyirsinizsə, onu da qeyd edərsiniz. Sağ olun.